Bezdim bu tip yorumlara cavab verməkdən. Adam yazıb ki, burada nə infeksiya tutacaqlar, pis baxacaqlar və s. və axır. Mən sizə hal-hazırda bütün otaqları göstərəcəm ki, pişiklər hansı otaqlarda necə yaşayırlar. Otaq nömrə 1, bu bizim bala kivimizdir, qumu, suyu və yemi. Bu onun oyuncağı. Bu ekonom otaqdır və oyuncağı da yanındadır. Yıkadır, bizim ağlımız, eyni qaydada suyu, yemi, qabı və otağı tərtəmiz. VIP kapsulamıza, burada da eyni qaydada təmiz qum, yemi, hər şey qaydasında. Görürsünüz hansı təmizlikdədir. Gördüyünüz kimi mən sizə bütün otaqları göstərdim. Pişiklər hansı şəraitdə yaşayır, onu da göstərdim. Yəni sizin pişiyiniz rahatlıqla bizim oteldə qala bilir, dincələ bilir və istədiyiniz kimi də öz pişiyinizi kameradan izləyə bilirsiniz. Ona görə gic-gicrə yazmaqdansa sadəcə olaraq dəstək olun. Bu kifayət.